Hər il olduğu kimi bu ildə uşaq hüquqları haqqında konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində, yəni 20 oktyabr, 20 noyabr tarixlərində ölkəmizdə uşaq hüquqları aylığı keçirilir. Bəs siz uşaqların hansı hüquqlarının olduğunu bilirsinizmi? Gəlin birlikdə onların bir neçəsi ilə tanış olaq. İlk olaraq bunu bilək ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər və ayrı seçkiliyə məruz qala bilməzlər. Uşaqların yaşamaq və inkişaf etmək hüququ vardır. Dövlət bu hüququ təmin edən mühit yaratmağı öz öhdəsinə götürür. Uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır və onların hüquqları, qanuni mənafeləri pozulduqda dövlət orqanlarına müraciət edə bilərlər. Uşaqların ad və vətəndaşlıq almaq, ailədə yaşamaq, öz fikrini bildirmək, ünsiyyətdə olmaq, təhsil, tərbiyə və tibbi yardım almaq, istirahət, həyat və sağlamlıqlarının mühafizə edilməsi hüquqları vardır. Unutmayaq, 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq sayılır. Dövlət orqanları bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşaqlar bizim gələcəyimizdir. Onların hüquqlarının qorunması sağlam gələcəyimizin təminatıdır. Gəlin birlikdə onlara sevgi və qayğı ilə əhatə olunduqları təhlükəsiz bir dünya təqdim edək.